Salam, yorulmayasınız mənim əzizlərim, mənim yoldaşlarım və bexüsus əziz həmkarlarım. Bu gün nəmə bir dənə müştərilərimizdən bir dənə kapsül ateşyanı gətiriblə şarja. Mən bu kapsülü görəndən sonra gördüm bu dərəcəsinin vəziyyətidir. Dedim bu dərəcə niyə bu cür olub dedi. Vallahi bu kapsül ateşyanı biz 2 ay bundan qabaq vermişik şarja. Veriblər ki, şarja tərəf şarj eləyəndən sonra bir istilah gətirib bu halətdə, bu şəraitdə verib müştəriyə. Özü də dedim ki, niyə dərəcə büzürdü? Deyir ki, heç müşkül eləməz. Dərəcəsi vizərlə buradan qopubdur, məsələsi yoxdur. Elə büzüsü də eləyə bilərsiniz, işlədəsiniz. Mən xahiş edirəm bir para əzizlərimdən, həmkarlarımızdan ki, əgər vaqəən işimiz budur və bu işdən imrar maaş eləyirik, səy eləyək işimizi biraz diqqətli görək, bu cür məsələlər olmasın. Və əgər xeyr, işimiz bu deyil, müvəqqəti bir para məsələlərə görə gəlmişik bu işə, xahişən əgər öz əlimizdən gəlmir kapsülü şarj eləmək, verək bir dənə həmkarlarımızın biri, əzizlərimizin biri ki, variddə olar şarj eləsinlər, ondan sonra paraq verək müştərimizdə. Çünki vallahi bu cür bərnamələr, bu cür işlər olanda bir para məsələlər yaranır. Müştərilərimizin baxışı bizim işimizə bizə pis olur, özümüzə baxışlar bizə aşağı olur, işimizə görə baxışlar aşağı olur. در واقع biz bu işin leveli çox yenir aşağıya. Der surət ki, bu iş az cümlə o işlərdəndir ki, gərək çox diqqətimiz yuxarı olar üstündə və çox da müqəddəs və yaxşı işlərdəndir. Çünki niyə? Bu kapsül ateşyanı iki tərəf verir şarja, ya evindən, karxanasından, maşınından, hər yandan, dükanından verir şarja. Biz şarj eləyirik, veririk biləsin. Bundan ötürü ki, Allah eləmək sabahla bir ittifaq yüzü vermiş olsa, fौरən eləsin bu kapsülü işləsin və faciənin qabağı alınsın. Bəli, mütəəssifanə bu cür işlər olanda hamının baxışı bizə görə pis olur. Xahişən bu cür işlər görməyək. O ağa idər ki, şarj edib buyurub hesad eləməz. Mən bu kapsülü indi şirin açıram hamının qabağında. Görsünlər ki, hesad eləməz ya elər. Bu cür ki, görürsünüz, behi üçün mən buradan nə kapsülün fişarı vardı, nə qazı vardı, hesad. Buyurun, bu da kapsülümüz. Ağa ki, buyurur bu hesad eləməz. Bu indi bu kapsülü qoyub dükana, evinə, hər hara. İndi Allah eləməsin, bir daha bir ittifaq üzü verir, əl atır bu kapsülü işlətməyə. Bu kapsül nə cür işləyəcəkdir mənim qardaşım, mənim əzizim. Fəqət mən kartın dalısını nişan verirəm, özü də inşallah görər. Diqqət elərik işlərimizdə, tərəvüzül məsələlər qabağa gəlməsin. Sağ olun, var olun.